Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcək. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videoları bəyənməyi unutmayın. İndi isə keçək bugünkü mövzumuza. Qaravəlli, müsbət və mənfi obrazlar. Qaravəlli, nağılçılar nağıla başlamazdan əvvəl məzəli, ritmik bir mətin söyləyirlər. Bu mətin Qaravəlli adlanır. Qaravēllini dinləyicilərin diqqətini cəlb etmək üçün söyləyirlər. Biz də Qaravəlli əzbərləyib nağıl danışarkən ondan istifadə edə bilirik. Mənfi və müsbət obrazlar, nağıl obrazları. Müsbət obrazlar şahzadələr, gözəl qızlar, igidlər və s. xeyirxah işlər görürlər, zalımlarla mübarizə aparırlar. Mənfi obrazlar küpə girən qarı, div, əjdaha və s. qəhrəmanlara pislik edirlər. Adətən xarici görünüşləri qorxunc olur. Nağıllarda sehirli qüvvələr də olur. Sehirli üzük, uçan xalça, zümrüd quşu. Onlar nağıl qəhrəmanlarına mənfi obrazlarla mübarizə aparmaqda kömək edirlər. İndi isə keçək testlərimizə. Baxın uşaqlar, artıq 18-ci testdəyik. Birinci sualımıza hansı bənddə müsbət obraz təsvir olunub? A bəndi qəddar şah, B bəndi rəhimsiz analıq, C bəndi paxıl qardaş, D bəndi xeyirxah kəndli. Əlbəttə ki, hansı? Xeyirxah kəndli. Baxırıq ikinci sualımıza. Hansı obraz sehirli qüvvələrə aiddir? Vəzir, Təpəgöz, qarı, şahzadə. Əlbəttə ki, Təpəgöz. Baxırıq üçüncü sualımıza. Hansı mənfi obrazlara aid xüsusiyyətdir? Xeyirxah işlərlə məşğul olur, şər qüvvələrlə mübarizə aparırlar, kəndlilərə kömək edirlər, tilsim ilə insanları daşa çevirirlər. Əlbəttə ki, D bəndimiz. Tilsim ilə insanları daşa çevirirlər. Baxırıq dördüncü sualımız. Hansı bənddə şər qüvvələrin təmsilçisi verilib? Göyərsin, cırtdan, şahzadə, cadügər. Cavabımız olur D bəndi. Baxırıq 5-ci sualımıza. Hansı bənddə müsbət obraz təsvir olunub? Hansı bənddə? Əlbəttə ki, C bəndimizdə. Keçirik indi də 6-cı sualımıza. Baxaq uşaqlar 6-cı sualımıza. Nağıla başlamazdan əvvəl söylənilən məzəli ritmik mətin nə adlanır? Əlbəttə ki, dedik, nə adlanır uşaqlar? Qaravəlli adlanır. Keçirik 7-ci sualımıza. Verilmiş nümunə nə adlanır? Hamam içində, xəlbir saman içində, dəvə dəlləkli yeylər, köhnə hamam içində. Əlbəttə ki, nədir uşaqlar? Qaravəllidir. Keçirik 8-ci sualımıza. Hansı bənddə sehirli varlıq təsvir olunur? Hansı bənddədir? C bəndində, uçan xalça. Baxırıq 9-cu sualımıza uşaqlar. Qaravəlli nə üçün söylənilir? Dinləyicinin diqqətini cəlb etmək üçün. Elə cavabımız olur A bəndi. Baxırıq indi də 10-cu sualımıza. Zalımlarla mübarizə aparmaq, xeyirxah işlər görmək aiddir. Müsbət obraza. Cavabımız olur A bəndi, müsbət obraza. B bəndi baş qəhrəmana, D bəndi köməkçi obraza, C bəndi mənfi obraza. Əlbəttə ki, cavabımız necə oldu? A bəndi müsbət obraza. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.